Çox deyirdiniz ki, ucuz ev, əziz müştərilərim. Bir dənə balaca bir otaqlı ev tapmışam sizin üçün. Hal-hazırda bazarda bu qiymətə evlər çox az saydadır. Baxın, bir dənə maşınlıq həyəti var, amma qapısı kaletka qapıdır da. Yəni rahatçılıqla burada oturub necə deyirlər, çay içə bilərsiniz. Köhnə variantlarda. Bir də sağ tərəfində göstərək evimizin. Qazı, suyu, işığı. Bu dəqiqə yəni ki, bu hər evdə yoxdur da. Çətinlik çəkir çoxsu qaz, su, işıq çəkməyə. Elə 10.000 təkcə olan qiyməti eləyir. Burada bizim bir dənə belə hamam tualetimiz yerləşir, səliqəli. Hamam tualetimiz yerləşir və bir dənə otağımız var. Burada bir dənə mətbəxdir belə, burada mətbəx düzəldə bilərsiniz giriş gözünüz üçün. İndi bir şey də qeyd edeyim ki, deyərsiniz ki, bax balaca mətbəxi filan. Buranda istəsəz ayaqqabı soyunub giyinməyə yerdir. O üstü bağlıdır. Burada ayaqqabılarınızı soyunub giyinib girirsiniz mətbəxdən bir dənə otağınız. Yəni cavan ailədə maksimum burada neçə nəfər yaşaya bilər evə? 2 nəfər, bir dənə 2 nəfər burada rahat yaşaya bilər və yaxud da ki, buranda gəlir mənbəyə istəyirsinizsə kirayə də verə bilərlər də. Qardaşım, hansından versinlər kirayə 200 manata bu dəqiqə. Məktəbə yaxındır. İstəyən buranı da söküb artıra bilər o yəni ki, istəyən düzdürsən, söküb artıra bilər, qapını o yandan qoyub, mətbəxini də böyüdə bilər. İndi o insanın özünün asılıdır. O tərəfi də nə qədər yerimiz var. Konu böyüdə bilər də, yəni 1 metrdən də çox, 1 metrdən də çox orada yerimiz var. Biz burada üzr istəyirəm, elə insanlar üçün bunu çəkirik ki, yəni ehtiyacı var, təcili satışdır. Bu ekranda görürsünüz də qiymətin. Bu qiymətlərdə evlər onsuz da azdır. Dediyim kimi, qaz sayğacı da var, işıq sayğacı da var, su sayğacı da. Problemsiz. Yəni sonradan qoyulan deyil. Radnoy burada olub problemsizdir, yəni hər biri. Kəsidirik adımıza notariusda. Allah xeyrinizi versin. 99 illik etibarnamətdə evimizdə bilirsiniz. Burada haradır? Ünvanını qeyd edeyim, şifahi olaraq deyim sizə təxmini biləsiniz. İstəyənlər üstəki konum atarıq. Görərlər yerini də. 118 saylı məktəbə yaxındır. Hövsan kənddə yerləşir. Mərkəzi yola çox yaxın. Yolu da asfaltdır. Yolunu göstərdin? Göstərdim. Get bir dənə də göstər qardaşım. Belə lap videonun sonunda elə orada olsun. Yerə şebildə tökülüb, səliqəli şəkildədir. Ətində yüngül var, gül çiçəyi də var. İnternet, qaz, su, işıq hər biri var. Yolu da belədir. Bu da qonşularımızdır bizim evi. Yolda burada gördüyünüz kimi. Qapımızdakı gördüyünüz kimi belə bir kaletka qapısı var. Qiymətimiz ekranda gördüyünüz kimi hal-hazırda 31.600 manata satışa çıxıb. Real müştəriyə yerində endirim olunacaq. Katastrofik bir endirim gözləməyin. Bu dəqiqə belə evlər tapmaq da onsuz da çətindir. Özünüzə yaxşı baxın, hələlik.